Tarix, müharibələrdə ölkələrin viran qalmasının, saysız hesabsız insanların həlak olmasının şahidi olub. Ancaq bəşəriyyət zaman-zaman erməni varvarlarının türklərə qarşı törətdikləri vəhşiliklər səviyyəsində ikinci bir faktla qarşılaşmadı. 20-ci əsrin əvvəllərində Zəngəzur, əsrin axırlarında isə Qarabağ müharibəsinin od alovu yurd yerlərimizi qarsıdı. 1988-ci ildən başlayan qanlı hadisələrdə millətimizin gözü yenidən açıldı. On 16 yaşında dedi, ay baba mən əskər gedəcəm, dedələrinə baba deyildilər. Dedi, bala sən 16 yaşındasan, haraya gedirsən? Bir il elədi. 17 yaşı tamam idi, bir ay mı, 2 ay mı? Dedi, ata sən Allah gəl məni göt apar ged İrəvana. İrəvanda aparırdı bizim uşaqlar. Kişi nağatan elədi, dedim, ay dəymə sən Allah, gedir qoy ürəklə geçsin. Kişi apardı, yola saldı. Bir dəfə geri qayıtdı. Götürmədilər. Bir ay durdu, bir də getdi. Ərzə yazdı ki, mən gedirəm. Dedi, mən gedirəm. Kişi gəldi, yola saldı, dedi ki, gədə durmadı, getdi. Dedim, Allah da üstündən geçsin, geçsin özü razılığını. Getdi, çıtıya düşdü. 6 ay gecə, 6 ay da günüz. Orada yaxşı qulluq elədi. Hansı günü getmişdi, o gün onu bıraxdılar. Gəldi, Qəmbər Boyez yola salan idi, daha yoldaşım. Bir də həncər olursa da, Boyezdən keçəndə deyir, ay baba, mən gəlmişəm. Qəmbər qabağa zəng eləyir ki, əyliyində mənim oğlum gəldi. Məsələn, xeyl gedir, orada maşının zadını çəkirlər, şəhəli, bir də baxdım, gəldi. Gələndə dedim ki, baxdım, elə yerdəydik ki, görkürdü da, aşağıdan gələndə görkürdü. Bir də baxdım, əl eləyir ki, ayana, gəldim. Dedim, getdim, qonşuyu çağırdım, Molluydu, Telmanı çağırdım. Rəhmət eydi, vallahi rəhmət eydi. Dedim, ay Telman, gəl o heyvanı birini gətir. Onun ayağının altında qurban kəsi. Telman gəldi, qurban kəsdi. Əti doğradı, qoğum qarabağ, hamısı yürüyüşdü, gəldi. Bir də dedilər ki, ermənilər kəndə olub. Ət qaldı qazanda. Çıxdı, getdilər, hamısı ət də qaldı. Dava düşdü, nə tər düşdü, Allah görsətməsin. Qırğın erməni kəndi güllə boran elədi. Ət qabıl olmadı, sana qurban olun. Fərhad 1968-ci ildə qədim tarixə malik bir səcdəgah diyarında, Qərbi Azərbaycanın Qarakilsə rayonunun Arcud kəndində dünyaya göz açmışdır. 1988-ci ildə hərbi xidmətini başa vurub evlərinə dönəndə, qonşuluq haqq sayını itirmiş erməni quldurlarının kəndlərinə hücumlarını görür. Fərhadın doğulub boya-başa çatdığı Arcud kəndi də erməni təcavüzünün qurbanı olur. Onlar da yurtlarından perik düşənlərin köçünə qoşulub, minbir əziyyətlə dədə-baba yurtlarından köç etdilər. Müharibə başlamışdı, erməni-müsəlman müharibəsi qırğın idi da, zəlzələ olmuşdu da, çöldə yatırdıq, Klyonkadan zaten çadır qurdular, hamı belə yatırdı. Sonra Fərhad bizi götürdü, Qazağa getdi, qoydu, sonra geri qayıtdı, heç nəyimiz yox da çılçılpaq gəlmişdik. Sonra da oradan köçdük, gəldik Bakıya. ...1990-cı ilin 20 yanvar gecəsində şəhərə soxulan Sovet qoşunlarının tərkibində erməni saqqallıları da öz vəhşilikləri ilə xalqımıza divan tutdular. O müthiş gecədən sonra Fərhadın imperiyaya olan nifrəti biraz da artdı. 20 yanvar vaxtı idi. Gəldi,
Gördük ki, müharibə düşdü, qırğın qiyamət, Fərhad yoxdur. Bizim də qonşumuz vardı, dedi ki, tank zat keçdi, Fərhad öldü. Biz də ağlaşma zat, bir də sabahdan günorta bir vaxtda Fərhad gəldi, çıxdı. Deyir ki, aynə bir dənə deyirdi, ağacın arxasında gəldi, maşını çürükdü, üstümə gələndə qaçmışdım. Bir ağacın arxasında qalmışdı Fərhad. Yəni oradan elə bir Fərhad xilas oldu. ...1992-ci ildə Qarabağda ağır döyüşlər gedirdi. Ermənilər ağır məğlubiyyətdən sonra Sovet hərbi texnikasına güvənərək hücuma keçmişdi. Mənim oğlum elə qıryatdıydı. Ondan sonra da buraya gələndə dedi ki, ay ana mən gedəcəm, dedim, abala getmə, qadan əlim, yeni gəlmişik. Dedi, istəyirsən, ağarırsan, qar gedəcəm. Biz 5 qardaş, 2 bacı olmuşuq da. Biz Fərhadla doğrudan da biz elə bil ki, sirimiz bir olub da. Müharibəyə gedən vaxtı da elə bil ki, mən ailəli idim. Gedib gəlib hamıyla görüşüb, ən çox mənlə idi da. Sözünün sirrini mənə deyirdi. Çıxıb çölə, bizdə xutor evimiz 2 mərtəbəli də. Çıxıb çölə, deyib ki, Qəlbizər gəldi, Qəlbizər gəldi. Gidir, özü razılarla yazır. Bu adam çıxır, əskər gedir. Gəldim köydə yox, dedim, ay niyə qoydun getmə? Dedi, özü razılarla gedir, işin yoxdur. Allah da üstündən geçsin. O cəhbiyə yazılan gələndə məhləmizə gəlmişdi. Deyir ki, bəs Azərbaycanda milli ordu yaranır. Birinci dəfədə biz yazılmışıq. Biz elə bilirdik ki, elə ordu ola bilməz. Axı biz Sovetdən təzə ayrılmışdıq. İnanmağımız gəlmirdi. Bir həftə keçdi, formada gəldi. Deyir ki, bəs biz gedirik döyüş bölgəsinə. Torpaqlarımızı bu yağılardan, erməni quldurlarından azad edəcək. Mən dedim, qardaş, hara gedirsiniz da, harada döyüşəsiniz? Fərhad deyir ki, bu torpaqlar azad olmasa, biz gərək hamımız birləşək, bu torpaqlarımızı ermənilərdən azad edək ki, rahat yaşaya bilək. Evin son beşiyi olduğuma görə həmişə məni çox istəyərdi. Nə olsa məni qucağına alıb aparardı. Sonra müharibəyə getdi qardaşım. Vayeni paltarı geyindi, gəldi evimizə. Anama dedi ki, mən gedib yazılmışam müharibəyə, vətəni qorumağa gedəcəm. Getdi, gedəndə mamam dedi ki, sən gedirsən, mən darıxıram da, qorxuram ki, sənə nəsə ola. Papağını çıxartdı, bizim paltar şkafımız var idi, onun üstünə qoydu. Papağımı bura qoyub gedirəm, yadıma düşsə papağıma baxarsan, amma geri qayıdacam. Fərhad vətən sevgisini hər şeydən üstün tutub, könüllü olaraq yeni yaradılan milli orduya yazılır. Şıxovda hərbi hissədə çətin sınaqlardan keçir. Hərbi hazırlığını daha da təkmilləşdirir. 2 gün ərzində 50 nəfər, qohum, dost, tanışdan ibarət dəstə düzəldib cəbhəyə yollanır. Ortada gəlmişdi, dedim, gəl öyləndirim. Dedi, ana, vətən ağlayır, gələk sən də ağlayasan. Məni nə tər öyləndirirsən? Mən gedəcəm. Kişi də dedi ki, abala, niyə elə deyirsən? Öyləndirim, gənə geç, sana 20 dedi, yox. Özü könüllü getdiyinə görə anam deyirdi ki, daha bəsdir da, səni evləndirim də. Aynı onu toy olacaqdı. Dedi ki, mən gedəcəm də, Xocalı qırılıbsa, mən toy eləyə bilmərəm, Fərhad dedi. Bibim də kətdən gəlmişdi anamın yanına ki, bəs oğlun gedibdi, müharibəyə getdi, ki, oğlunu geri qaytar da. Anam dedi ki, vətən üçündür, ölsə öləcək, qalsa qalacaq. Mən onu geri qaytara bilmərəm də. Sabağı durdu, bir suyunu çıxdı, getdi. Biz hərbiçi olsa da yanvar qırğında Rusun ordusuna imtina elədik. Könüllü prinsipində Şıxov deyilən ərazidə Azərbaycan Müdafiə Nazirliyinin qeydiyyatdan keçən ilk briqadanı, desantlı şturmovi briqada deyilən briqadanı yaratmağa başladıq və könüllülər yığışdı ora. Çox böyük məhrumiyyətlərlə ordu yaradıldı. Biz cəbhəyə gedəndə mənim 21 yaşım var idi 91-ci ildə. Rəhmətli Fərhadın 22-23-ə keçmişdi. 91-ci ildə biz Şıxov batalyonunda müharibəyə yola düşürdük. Rəhmətli Fərhadla orada biz tanış olduq. Bir el oğlu kimi, bir vətənin müdafiəsinə qalxmış qəhrəman olanlar kimi orada tanış olduq. Biz getdik Goranboy rayonuna. Oradan biz qalxdıq Goranboy rayonunun Todan kəndinə. Todan kəndində biz ermənilərlə müharibəyə başladıq. Bizim torpaqları zəbt eləmişdilər, kənd yerlərini, dinc əhaliyə ateş açırdılar. Biz oradan Fərhadla bir yerdə ermənilərə qarşı başladıq döyüşə. Rəhmətli Fərhad çox qoçaq oğlan idi, çox qəhrəman oğlan idi. Millətini, vətənini, torpağını sevən bir oğlan idi.
Əskər kimi çətin döyüşlər keçir. Goranboy döyüşlərində şəxsi igidlik göstərib 2 erməni polkovnikini əsir götürərək Gəncə polis bölməsinə təhvil verir. Şuşa, Kosalar, Xankəndi əməliyyatlarında düşmənin 5 postunu dağıdır. Onlarca erməni quldurunu məhv edir. 12 nəfər Azərbaycan əskərini əsirlikdən xilas edir. 1992-ci ilin martında Fərhad öz döyüş dəstəsi ilə düşməndən az olmasına baxmayaraq 7 postu alaraq quldur erməni əskərlərini məhv edir. Həmin batalyon tabur. Harada döyüşdüsə hamısı uzaq qayıtdı. Ermənilər dəhşətə gəlmişdilər. Döyüşə gedən uşaqlar hamısı milli ruhda elə bil ki, tərbiyə almış uşaqlar idi. Seçmə uşaqlar idi. Deyək ki, bu millətin ən qeyrətlisi varsa onlar idi. İnandırıram sizi, o batalyon hücum elədiyi yerdən geri çəkilmədi. Hara hücum elədi, oranı aldı. Fərhadın simasında o təmiz orada döyüşən uşaqların hamısına elə qəhrəman demək olar. Arıq bir uşaq idi, amma onun göstərdiyi o sücayət, o qəhrəmanlıq, belə baxanda inanmazdın ki, belə bir uşaq belə bir hərəkətlər eləyər. Başa düşürsən, çox ciyarlı, çox ürəkli, qorxmaz bir oğul idi. Bizə deyirdilər ki, qara formada gələn Azərbaycan əskərlərdir. Bizim xüsusi təyinatlı polis dəstəmiz var idi. Deyilir ki, onlara silah atmayın. O bizim Azərbaycanın əskərləridir. Bunlar da erməni əskərləri olub. Bunu rəhmətli Fərhad səsdən, onların danışığından duyan kimi onları məhv eləmişdir. Biz döyüş əməliyyatını hazırladıq. Dekabr 31-dən 1-nə keçən gecə. Döyüşlər başladı gecə ilə. Altdan yoxuşa hündürlüklərə gedirdik. Bunlar bizi mühasirəyə almaq istəyirdilər. Fərhadgilin qəhrəmanlığı, onda mən onu gördüm ki, həmən o yüksəklərdə, onlar soldan, biz mərkəzdən orada görüşdük. Mən Fərhadın qorxmazlığı, mətinliyin, orada onun şahid oldum. 28 erməni məhv elədib, əsir də götürdük. Ölüm deyilən şey bizim gözümüzdə yox idi. Elə bir qorxu yox idi. 92-ci ildə 31 dekabr ermənilər öz səngərlərində bayram qeyd edirlər, yeni il bayramı. Onlar inanmazdı ki, biz yeni il vaxtı onlara hücum eləyək. Biz əl qumbaralarını açdıq, elə arxasızda belə uzanıb ermənilərin səngərinə atdıq. Onları məhv elədik, səngərə girdik, çox erməni əskərini məhv elədik. 3 ay, 4 ay biz Goranboy istiqamətində gedən döyüşlərdə olduq. Oradan bizi əmrlə çıxartdılar, gəldik Şuşa şəhərinə. Şuşa şəhərinin də ətrafında gedən döyüşlərdə iştirak elədik. Orada da yenə öz qəhrəmanlığını göstərdi. Erməni quldurlarına qarşı çox sərt cavablar verdi. Nə qədər erməni əskərlərini məhv elədi. Bizim yaralılara nə qədər kömək elədi. Şuşada Fərhadı ermənilər vurdu. Səngərdən çıxanda ki, ermənilər qaçır, yəni hücuma keçməyə biz. Fərhad səngərdən qalxan kimi Fərhadı vurdular. Və Ənvər qışqırdı ki, Fərhadı vurdular, Fərhadı çıxartmağa. Ənvər qalxanda Ənvəri də vurdular. Ondan sonra biz səngərlərdə gözləmə mövqeyimizdə yenə durduq, gözlədik. Axşamın qaranlıq düşməsini gözlədik ki, cinazalarımızı çıxartmağa. Qaranlıq düşdü və biz düşdük, cinazalarımızın ikisində çıxartdıq, gətirdik. Fərhad bu gəlimli gedimli dünyada öz işıqlı həyatının cəmi 24 ilini yaşadı. Neçə-neçə qönçə arzusu xəzan oldu. Şuşada olanda bizə bir dənə məktub gəlmişdi ki, Fərhada Müdafiə Nazirliyi mükafat göndərib.
56 nəfərlə gediblər Şuşadan Kosalar kəndindən Stepanakert tərəf. Orada döyüşüb postları dağıdıblar. Fərhad orada qəhrəmancasına şəhid olmuşdu. Hamla görüşüb, mənlə görüşə bilməmişdi də. Sonra ki, Fərhad şəhid olub gələndə mən özümə bağışlaya bilmədim ki. Görən nə sözü var idisə, mənə deyə bilmədim. Qardaşım yaralananda dostlarına deyib ki, anama deyərsən ki, mən geri qayıda bilmədim, məni bağışlasın. Yəni rəhmətə getmişdi həmin günü. O günləri heç vaxt unuda bilmərik. Nə anam, nə mən, nə qardaşlarım, nə bacım. Oğlumun 40 verilməmişdi. Qonşu gəldi, biz televizor qurmurduq. Gəldi, dedi ki, ay Salatın xala, qapı bir qonşuydu Xuturda. Dedi, olar bir söz deyir, dedim olar. Dedi, mən televizoru açdım, oğluna milli qəhrəman verilib. Mənim oğlumu zabıtlar önündən götürüblər. Mənim oğlumu 7 dənə oraya xonça hökumət bəzədi getdi, qoydu. Oradan çiynində zabıtlar önündən bir də şahidlara çiynində apardı mənim oğlum. Ənvər adında bir dənə vayeni dostu var idi. Həmişə onunla gələrdim, mamama təsəlli verirdilər ki, biz getməsək vətəni kim qoruyacaq, ayana? Qadınlarımı gedib qoruyacaq. Ənvər dostu da şəhid oldu, Fərhad da şəhid oldu. İkisini də zabitlər evindən götürdülər. İndi də Şəhidlər Xiyabanında qardaşımla Ənvər yanbayan yatırlar. Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bu məkanda həmişə ehtiramla yad edilir. Milli qəhrəman Fərhad Qəmbəroğlu Hümmətov da şəhidlərimiz ilə birgə bu xiyabanda uyuyur. 1988-ci ildən başlanan qaçqınlıq həyatı sən də gördün bizimlə birlikdə. Sonra buna dözməyib, silaha sarılıb, vətənin keşiyində durmağa hazır olduğunu bildirdin və vətən keşiyinə getdin. Sizin kimi mərd oğulları görəndə biz sevinirik. Biz hiss edirik ki, Azərbaycan Silahlı Qüvvələrinin sizin kimi oğulları var. Bəli, şəhidlərimiz var. Biz bilirik ki, şəhidlər ölmür. Vətəndə şəhid varsa, vətən basılmaz deməkdir. Ruhun şad olsun. Bu günləri mən təbrik edirəm səni ruhən. Ona görə ki, Qarabağımız qara caynaqlı erməni faşistlərindən azad edilir. Qarış-qarış, sənin qanın yerdə qalmadı. Sənin qanın, ahuzarın onları tutur. Sənin bugün yaşadır Azərbaycan xalqı. Biz səninləyik, biz səni həmişə örnək tuturuq. Ruhun şad olsun, məqamın cənnət olsun. Ana hardan biləydi ki, canından çox əzizlədiyi balasına xeyir-dua verib yola salanda onunla son görüşü olacaq. O Fərhadın əbədiyyət dünyasına hələ də inanmaq istəmir. Vətənin sipəri, mərdin təpəri oğullar. Mən fəxr edirəm ki, mənim qardaşım milli qəhrəmandır, vətən uğrunda canını verib. Bununla biz hamımız fəxr edirik. Mənim anıma bu qaşqama yazmışdılar ki, sən gedəcəksən, dərgin düşəcəksən, çöllərdə qalacaqsan, az qalacaqsan, sus. Oğlu vətənə yollayacaqsan, 3 dənə yedini. Azadım deyildir, Şirzadım deyildir, Fəhrətim deyildir. Ondan sonra sən gedib bu torpaq oğlumun torpağıdır. Dost olsun, düşman da kör olsun. Vətəndir da, deyir, vətən ağlayır, sən də ağlayır. Mənim oğlum milli qəhrəmandır. Allah'ına şükür olsun ki, oğlu əlimdən aldısa da, adı var, milli qəhrəmanla alsın. Ey vətən torpağına sinəsini sipər edən ər oğullar, vətənin qələbə sevincindən sizin də ruhunuza pay düşür. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.
torpağımdan ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanı üstümə qaldırdın yeter, dünyanın dərdinə dözən millətəm. Çəkil torpağımdan ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanı üstümə qaldırdın yeter, dünyanın dərdinə dözən millətəm. Bu dünyanın dərdinə dözən millətəm. Babaların igid ruhu dirildi, ömür bize vətən üçün verildi. Qisas deyir Türk yaddaşı şanımız, qurban getsək halal olsun kanımız. O qansızdan öcümüzü almasak, vətən bizi oğul deyib öyməsin. Dur qardaşım, silahımız qeyrətdir, cennet yurda iblis eli değmesin. Çekil torpağımdan ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanı üstümə qaldırdın yeter, dünyanın dərdinə dözən millətəm. Çekil torpağımdan ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanı üstüme kaldırdın yeter, dünyanın derdine dözen milletem. Bu dünyanın derdine dözen milletem. Düşmenin bağrını yaran milletem.